İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətə uğrayan Ermənistanda hərbi vəzifəlilərin istintaqı davam edir və 44 günlük müharibədə Azərbaycana əsir düşməmək üçün son anda Qarabağdan qaçan David Tanoyanın məhkəmə prosesi bərpa olunub. Məhkəmə zamanı sabiq Müdafiə Nazirinin fermerlərə hədə-qorxu gələrək onlara aid torpaq sahələrini ələ keçirdiyi də bəlli olub. Ermənistanın sabiq müdafiə naziri 2 ilə yaxındır ölkənin Milli Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasında saxlanılan David Tonayanın məhkəmə prosesi bir neçə aylıq fasilədən sonra bərpa edilib. İrəvanın Kentron məhkəməsində keçirilən prosesdə bu dəfə medianın iştirakına icazə verilib. Zərər çəkmişlərin dindirilməsindən sonra sabiq müdafiə nazirinin fəaliyyət dövrünə dair yeni şübhələr üzə çıxıb. Belə ki, David Tonayan müxtəlif bölgələrdə fermerlərə hədə-qorxu gələrək onlara məxsus 10 hektarlarla torpaq sahələrini saxta sənədlər əsasında özünüküləşdirib. Sonra isə həmin sahələri digər fermerlərə icarəyə verib. Tonayanın vəkilləri ona qarşı irəli sürülən ittihamları rədd ediblər və bunun Nikol Paşinyan tərəfindən təşkil olunan şou olduğunu deyiblər. Onların sözlərinə görə müdafiə naziri hər hansısa bir qərarı tək başına qəbul etmir və bütün göstərişləri baş nazirdən alır. Ermənistanın sabiq müdafiə naziri qanunvericiliyin ən ağır 4 maddəsi ilə Ali Baş Komandana yanlış məlumat verməkdə, korrupsiyada, dövlət əmlakını mənimsəməkdə və xaricdən ölkəyə vaxtı bitmiş hərbi texnikanı gətirməklə büdcəyə zərər vurmaqda ittiham olunur. Tonayanla yanaşı digər 3 general, silahlı qüvvələrin baş qərargah rəisinin 1-ci müavini Stepan Galstyan, müdafiə nazirinin hava hücumundan müdafiə baş dairəsinin rəisi Avedik Muradyan və Tonayanın biznes şəriki, patron ləqəbi ilə tanınan David Galstyan da məhkəmə zalında dindiriliblər. 44 günlük müharibə ilə bağlı parlamentdə yaradılan istintaq komissiyasının rəhbəri Andranik Köçəryan yaxın günlərdə Tonayanın istəyindən asılı olmayaraq onun parlamentə gətiriləcəyini və komissiyanın üzvləri qarşısında bir sıra qaranlıq suallara cavab verəcəyini bildirib. Aydın Araz Dəyənli, Rüstəm Mikailzadə, Röya Qarabağlı, AzTV xəbər.